3. Deməli bu yeşikdən beçə çıxdı. Yeşikdə çox az bir arı sayı qalıb. Demək olar böyük bir hissə çıxdı beçiyə. İndi bu arını eyni öz qaydasında yerinə qaytarmaq istəyirəm öz yeşiyinə. Bilmirəm içəridə ana var, yoxdur, amma seçim özləri eləyər. Ya Allah. Bu arada çalışacaq, ucu yuxarı qalxsın. Yeşiyə tərəf. Gitsinlər yeşiyə. İnşallah girərlər. Nasıl bir de başka yerinde olsa tutmak ayrı bir əziyyət. Bax şöyle anarda tapabilir yoksa yok. Ana ortatsak bu vəziyyətin 90%'ini həlləmiş olurum. İnşallah tutmaz. Yerinden geçme ihtimali de var arının. Artık burada bakın teşkilat biraz yakın olsun. Yavaş yavaş artık yeşe doğru kalkırlar. Az kalır. Yani işçi arılar içeri girip içerinin münasip olduğunu görenden sonra kolonyanın arkası da bizi gidecek. Ve havada uçan arılar da onlarla arayacak. Yani anarının kokusuna yeşin içerisine yıkışacaklar. Ümumiyyətlə beçə həddindən artıq çox oldu. Həm vaxt azlığından, həm təcrübəsizlikdən arını beçədən yayındıra bilmədim. Artıq arılar içəri girməyə başlayırlar. Artıq içəri girirlər. Yavaş yavaş. Baxın görə anarını içəri girərkən tapa biləcək yoxsa yox. Çox çətindir, bu qədər arının içərisində anarını tapmaq. Balaca beçə olsa, tapmaq mümkün olar. Arını ikinci dəfə öz yeşinə saldıqda, arı artıq beçə verib deyə, ikinci dəfə beçəyə meyillənmir. Yəni onun içində o beçə birisini öldürür, belə deyək. Yəni mən bayaq yeşiyə baxdım, yeşikdə çox az bir arı nüfusu qalıb. Yəni o arı ilə heç bir şey etmək olmaz. Bəs şur.